Start with your posture. Keep your back straight, shoulders relaxed, and try not to cross your arms or look down at the floor. Yani duruşunuzdan başlayın. Posture, duruş, vəziyyət. Duruşunuzdan başlayın. Keep your back straight. Kürəyinizi, belinizi düz saxlayın. Shoulders relaxed. Çiyinlərinizi rahat saxlayın. Daha belə deyək, boş saxlayın. And try not to cross your arms. Və cross arms, yəni qolları çarpazlaşdırmaq. Çalışın ki, qollarınızı çarpazlaşdırmayasınız. Or look down at the floor. Və ya döşəməyə baxmamağa çalışın, yerə baxmamağa çalışın. When you walk, move at a steady, natural pace. Rushing can make you look nervous, while smooth movements show that you feel calm and in control. Yəni gəzərkən sakit və ya sabit bir templə gəzin. Move at a steady, sabit, yəni yavaş bir templə gəzin. Tələsik hərəkətlər sizi can make you look nervous, gərgin göstərə bilər. While smooth, amma sakit, hamar mənası da var smooth sözünün. Burada sakit və ya belə deyək, axıcı hərəkətlər isə sizi daha sakit və nəzarətdə olduğunuzu göstərəcək. Yəni özünüzü kontrol edə bildiyinizi göstərəcək. Eye contact is another key part of looking confident. When you look at the person you're talking to, it shows that you're listening and interested. Eye contact, yəni göz təması. Göz təması da özünə inamlı görünməyin key part, yəni əsas hissəsidir, vacib hissəsidir, açar hissəsidir. When you look at the person, yəni insana baxanda, you are talking to, danışdığınız insana baxanda, bu sizin diqqətli və maraqlı olduğunuzu göstərir. Yəni ona qarşı, danışdığınız insana qarşı diqqətli və ya maraqlı olduğunuzu göstərir. You don't have to stare at them. Just meet their eyes from time to time. Maraqlı cümlə idi. Deyir ki, onlara stare, belə ağzını açıb baxmaq, baxıb durmaq, dayanmadan baxmaq. Onlara deyib baxıb durmağa ehtiyac yoxdur. Sadəcə arada bir onların gözlərinə baxın. If that feels difficult, try looking near their eyes instead. Əgər if that feels difficult, bu sizə çətin gəlirsə, onların gözlərinin yaxınlığındakı bir nöqtəyə baxmağa çalışın. Yəni yanına, gözlərinin yanındakı hər hansı bir nöqtəyə baxmağa. Looking near their eyes instead. Bir yerə baxmağa çalışın. Your hands also say a lot about how confident you're feeling. Deməli, əlləriniz də sizin nə qədər inamlı olduğunuzu göstərir. Keep them relaxed and don't hide them in your pockets. Asan bir cümlə idi. Yəni deyir ki, onları rahat saxlayın və cibinizə qoymayın, cibinizə saxlamayın onları.